Salam əziz şagirdlər və müdavimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz cümlənin şəxsə görə növləri mövzusudur. Çox önəmli mövzulardan biridir. Ona görə önəmlidir ki, bu mövzunu biz mürəkkəb cümlə suallarında da çox görürük. Başqa mövzularla kompensasiya edib testdə qarşımıza qoyurlar. Həm bu mövzu sırf özünə dair də çoxlu suallarımız düşür. Və həmişə mən öz şagirdlərimə də deyirəm ki, çalışın, yəni bu mövzuya çox efor sərf edin, çox çalışın, çox yaxşı başa düşməyə çalışın. Çünki siz bu mövzunu anlamaqla Azərbaycan dilinin demək olar ki, sizin qarşınıza çıxacaq çətin bir mərhələsini gerdə qoymuş olacaqsınız. Biz də elə önəmini nəzərə alaraq başlayaq izahımıza. Deməli, cümlənin şəxsə görə növləri deyəndə biz artıq başa düşəcəyik ki, burada bir neçə növdən söhbət gedəcək. Amma nəyə görə bu növlərə bölünür? Şəxsə görə. Çünki cümlənin növləri çoxdur. Məsələn, məqsəd və intonasiya görə növləri var, quruluşca növləri var, bir də şəxsə görə növləri var. Şəxs nə deməkdir? Şəxs yəni tam olaraq biz burada mübtəda anlayışını başa düşürük. Mübtəda anlayışına görə də, yəni məsələn cümlədə bəzən elə cümlələr olur ki, orada şəxs var deyə biz ona müəyyən şəxsli deyirik. Məsələn, şəxslər qeyri-müəyyən olan qeyri-müəyyən şəxsli deyirik. Hamıya aid olanda, yəni bütün cəmiyyət o şəxs kimi iştirak edən ümumi şəxsi deyirik. Və təməl olaraq bilməlisiniz ki, cümlələr əsasən iki vasitə ilə yaranır. Bir var xəbər əsasında yaranan cümlələr, bir də var ki, mübtəda əsasında yaranan cümlə. Xəbər əsasında, yəni xəbərin şəxsə münasibəti əsasında yaranan cümlələrimiz müəyyən şəxsi cümlə, qeyri-müəyyən şəxsi cümlə, ümumi şəxsi cümlə, bir də şəxsiz cümlədir. Yəni biz xəbər vasitəsilə xəbərə baxıb bunları müəyyənləşdirə bilirik. Mübtəda əsasında yaranan cümləmiz isə adlıq cümlədir. Gəlin bunlara biz ayrı-ayrılıqda baxaq ki, zaten cümlənin şəxsə görə növləri də bunlardır. Birinci elə mövzuya başlamamışdan əvvəl cümlə tipi haqqında sizə məlumat vereyim. Baxın, testdə bəzən qarşımıza müxtəsər və geniş cümlə haqqında suallar düşür. Müxtəsər cümlə o şeyə deyilir ki, həmin cümləmizdə müxtəsər və ixtisar sözləri eyni kökdən gəlib deyə həmin müxtəsər tipli cümləmizdə yadda saxlayaq. Yalnız baş üzvlər olur. Yəni iki cümlə üzvü görə bilərsən. Mübtəda, bir də xəbər. Və yaxud da ki, onların yalnız biri ola bilər. Məsələn, xəbər olar, mübtəda olmaz. Belə cümlələri biz sizinlə müxtəsər cümlə götürürük. Cümləyə fikir verək. Mənim kitabım sizin evinizdədir. Düzdür, burada 4 dənə söz var. Amma söz birləşməsi olduğu üçün biz burada cümlə üzvü kimi yanaşanda 2 dənə cümlə üzvümüz ortaya çıxır. Mənim kitabım bir yerdə olur mübtəda, sizin evinizdədir də olacaq xəbər. Və burada yalnız mübtəda və xəbər olduğu üçün bu müxtəsər cümlədir. Geniş cümlə anlayışı isə o cümləyə deyilir ki, mənim cümləmdə mübtəda və xəbərlə yanaşı ən azı bir dənə ikinci dərəcəli üzv olmalıdır. Məsələn, təyin olmalıdır, tamamlıq olmalıdır, zəflik olmalıdır. Məsələn, cümləyə fikir verin, mənim kitabım bugün sizdə qalıb. Qalıb xəbər, nə mənim kitabım? Nə zaman qalıb? Bugün. Bax, artıq bizim burada bir dənə zərfliyimiz var, zaman zərfliyi. Harada qalıb sizdə? Bir dənə yer zərfliyimiz var. Artıq mənim bir dənə belə cümlə, ikinci dərəcəli cümlə üzvüm olsa olacaq geniş cümlə. Yəni bu anlayış testdə çox düşür, diqqətli olaq. İndi isə gələk artıq cümlənin şəxsə görə növlərinə bir-bir baxmağa. Bax, birinci növümüz müəyyən şəxsi cümlədir. Müəyyən şəxsi cümlə necə müəyyən edilir? Testlərdə biz hansı cümlələri müəyyən şəxsi götürürük? Yadda saxlayaq ki, müəyyən şəxsi cümlələrdə mübtəda və xəbər rol oynayır və mübtədası olan və yaxud da ki, buraxılan amma bərpa edilməsi mümkün olan cümlələrə biz müəyyən şəxsi cümlə deyirik. İlk qayda budur. Əgər sənin cümləndə mübtəda varsa, yəni xəbərlə yanaşı da, təbii ki, xəbər olmalıdır. Mübtəda varsa, müəyyən şəxsi cümlədir o cümlə. Yəni, mübtədanı gördünsə, daha heç nəyə fikir vermirsən, cümləni dərhal müəyyən şəxsi götürürsən. Yəni, bu qaydanı təməl olaraq yadda saxlayın. Məsələn, mən gəldim cümləsində gəldim xəbər, kim, mən, mübtəda. Mübtədan vardı, okeymi? Mübtədan varsa vəssalam. Bütün proses bitdi, bütün qaydaları qoy geridə, bunu sən müəyyən şəxsi cümlə götürəcəksən. Akif bazar günü tapşırığı yazdı. Yazdı kim? Akif. Mübtəda varmı? Vəssalam. Daha cümlə mənasına belə baxmağa ciddi ehtiyac yoxdur. Çünki bu da mübtəda olduğu üçün müəyyən şəxsidir. Hə, indi bəzən bizim çətin tərəfimiz nədir burada? Elə cümlələr olur ki, orada mübtəda buraxılır. Və buraxıldığı zaman mən hardan bilim ki, burada mübtədanı bərpa etməliyəmmi, bu müəyyəndirmi? Ona görə yadda saxlayaq. Bu qayda necədir? Mübtəda buraxılanda, əgər sənin xəbərin birinci şəxsin təkində və cəmində olsa, məsələn, bazar günü gəldik və yaxud da ki, bazar günü gəldim. Gəldim təkdədir, gəldik birinci cəmindədir. İkinci şəxsin təkində və cəmində olsa, tapşırığı yazdın və yaxud da tapşırığı yazdınız. Burada yazdılar yazılıb, yəni bunu düzəldək. Yazdınız.
Bir də üçüncü şəxsin təkində olarsa, bir də təkrarlayaq, birin tək və cəmində, ikinin tək və cəmində, bir də üçün təkində olarsa xəbərin mübtəda bərpa eləmək mümkündürsə, artıq müəyyən şəxsi cümlədir. Məsələn, mən bir cümlə yazıram bura, deyirəm ki, sabah gələrsən. Bu dəqiqə dünyanın ən yaxşı xəttini görürsünüz bu arada. Hə, gələrsənin şəxsinə fikir verməlisən sən. Sən ikinci şəxsin şəxs sonluğudur, ikinin təkidir də. Hə, ikinin təkində olduğu üçün qaydamız necədir? Əgər mübtədan ikinin təkində olarsa, burada məsələn xəbər ikinin təkində olarsa, burada mübtəda olmasa belə, mən buna müəyyən şəxsi cümlə deyəcəm. Və yaxud da ki, məsələn, evə getdi. Burada da mübtəda yoxdur, amma xəbər üçün təkindədir. Bu da olacaq sənin üçün müəyyən şəxsi cümlə. Hə, burada hansı şəxsi yazmamışam mən? Birin tək cəmi var, ikinin tək cəmi var, amma üçün təki olsa da cəmi yoxdur. Deməli, belə bir qayda çıxır. Sənin əgər cümləndə xəbər üçün cəmindədirsə, məsələn, gəldilər. Üçün cəmidir də. Hə, bu cümlədə mübtəda yoxdursa, artıq mən buna müəyyən şəxsi deyə bilmərəm. Bunlara deyə bilərəm, amma buna deyə bilmirəm. Çünki gəldilər deyirəm, amma mübtəda da yoxdur, kimdən söhbət getdiyini bilmirəmsə, nətər o müəyyən ola bilər? Yəni, gələnlər içərisində məsələn 100 nəfər gəlibsə, mən hamısını tanıyıram, amma o müəyyən şəxsi deyəcəm. Axı, şəxs orada müəyyən deyil. Amma bu şəxslərdən, məsələn, birin tək cəmi, ikinin tək cəmi, üçün təkində ən azı təxmin edə bilirəm söhbət kimlərdən gedir. Amma üçün cəmində daha böyük çoxluqdan söhbət getdiyi üçün, yəni mübtəda buraxılsa belə mən ona, yəni üçün cəmindəsi müəyyən şəxsi deməyəcəm. Bu qaydanı yaxşı mənimsəyin, bu qaydanı mənimsədirsə, artıq sizin müəyyən şəxsi ilə ciddi probleminiz olmayacaq. İndi isə biz sizinlə gələcəyik qeyri-müəyyən şəxsi cümləyə. Deməli, görək qeyri-müəyyən şəxsi cümlə hansıdır? Baxın, qeyri-müəyyən şəxsi cümlə çox asandır. Niyə? Birincisi, sənin üçün burada qaydalar daha konkretdir. Məsələn, sənin xəbərin üçün cəmində olarsa, yəni xəbərində lar şəkilçisi olarsa, yəni getdilər, gəldilər və s. Mübtəda yoxdursa, işi də hamı yox, yəni prosesə hamı yox, bir qrup şəxs görürsə, artıq o qeyri-müəyyən şəxsi cümlədir. Və belə cümlələrdə adətən elə bil, sanki güya deyəsən tipli sözlər biraz çox işlənir. Amma şərt deyil, 100% bunlar mən cümlədə görməliyəm. Bunlar işlənməyə də bilər. Amma yəni, işlənəndə bizim o variantı qeyri-müəyyən götürmə ehtimalımız artmış olur. Gəlin cümlələrə baxaq. Məsələn, bizə bugün gəldilər cümləsi. Bu cümləmizdə, bax, birincisi görürəm ki, xəbər üçün cəmindədir. Xəbər üçün cəmindədir və mübtəda yoxdur. Mübtəda varsa biz onu nə götürürük? Müəyyən. Artıq xəbər azada baxmırıq da. Mübtəda yoxdur. Və indi görək, işi bir qrup insan mı görüb, yoxsa hamı görüb? Bizə bugün gəldilər cümləsinə, təbii ki, bir qrup insan bizə gələ bilər də. Hamı gələ bilməz, axı, bütün dünya insanlar necə bizə gəlsinlər? Hə, ona görə bu avtomatik olacaq qeyri-müəyyən şəxsi cümlə. Onu yaxşıca döydülər, bu da qeyri-müəyyəndir. Elə bil axşam yoxsuna girmişdilər, bax, elə bili qeyd etmişdim burada, məsələn. Bu da sənin üçün qeyri-müəyyəndir. Mən burada niyə qeyd elədim? Hamı görməyib. Niyə bu hamı söhbətini deyirəm? Çünki mübtəda olmayanda, xəbərdə larlar olanda, o işi hamıya aiddirsə, məsələn, atalar sözü olur, hamıya aid. O ümumi şəxsi cümlədir. Qeyri-müəyyəndən onu bu fərqləndirir. Yəni, qaydalar yadda saxlayaq. Qeyri-müəyyəndə şərtlərimiz budur. Bu üç şərt əgər sənin yaddaşında qalırsa bu mövzunu, yəni qeyri-müəyyən tapa bilərsən. Bir də bir şey də yadda saxlayaq. Bir cümlənin xəbərində lar yoxdursa, o qeyri-müəyyən deyil. Yəni testlərdə səndən qeyri-müəyyən istəyəndə xəbərdə mütləq ları axtarmalısan. Getdilər, gəldilər. Məsələn, getdi desəm heç vaxt öldür özünü, o qeyri-müəyyən olmayacaq. Bunu yadda saxlayaq. İndi burada belə bir məqam var. Məsələn, onlar bizə gəldilər. Bu cümləmizdə bəli, xəbərdə larlar var. Amma bunu mən müəyyən şəxsi cümlə götürürəm. Niyə? Çünki bunlarda da larlar var. Çünki bu üç cümləmizin mübtədası yoxdur, amma bunun mübtədası var. Mübtədası varsa, artıq bütün o qaydaları yaddan çıxarın. Sən mübtədası olan və xəbər olan istənilən cümləni müəyyən götürəcəksən. Artıq orada xəbərin biz formasına falan baxmırıq. İndi isə gələk sizinlə ümumi şəxsi cümləmizə. Ümumi şəxsi cümlədə məsələ biraz fərqlidir. Ümmiliyin qeyri-müəyyənin oxşar cəhəti budur ki, ümmidə də xəbər üçün cəmində olur, qeyri-müəyyəndə də üçün cəmində olur. Amma ümumi şəxsi cümlədə eyni zamanda ikinci şəxsin təkində də xəbər ola bilər. Və eyni qaydada bunda da mübtəda olmur. Ümumiyyətlə, mübtəda müəyyəndə var idi. Yəni, bunda da mübtəda yoxdur. Bunu qeyri-müəyyəndən fərqləndirən şey burasındadır ki, ümumi şəxsi cümlədə fikir və deyilən hökm hamıya aid olur. Əli müəllimə də aid olur. Bu videonu izləyən sənə də aid olur. Yəni, bilib-bildiyin hamıya aid bir fikir səsləndirilir. Və
qaqaşlar arası işlənən ifadə var. Apşaka bir söz atırsan, kimisisi üstünə götürür. Bax, ümumi şəxsi cümlədə də məsələ eyni o formadadır və daha çox da atalar sözləri və aforizmlərlə ifadə olunur bu tipli cümlələr. Gəlin nümunələrlə biz bunu daha yaxşı başa düşək. Məsələn, deyirəm ki, gedəni saxlamazlar. Larləri var, yəni üçün cəmindədir. Burada üçün cəmindədir. Gərək kef çəkəsənsə, ikinin təkindədir. Bunlar üçün cəmi olur. Hə, indi bunu bildik. Mübtəda varmı bunlarda? Kimi tamamlıqdıq, yoxdur. Quyuya daş atmazda tamamlıqdır, yoxdur. Kef çəkəsində də yoxdur mübtəda. Mübtəda yoxdur. Xəbərlərimiz ümuminin tələblərini ödəyir. Hə, indi görək, buradakı hökm hamıya aiddir ya yox. Çünki əsas tələblərdən biri də fikrin hamıya aid olmasıdır. Gedəni saxlamazlar, bəli, hamıya aiddir. Yəni, bir nəsihətdir də. Yəni, atıram ortaya, kim istəsə özünə oradan pay götürə bilər. Yəni, istəsən əməl edərsən, istəsən əməl eləməzsən. Sənin kefindən azdır. Şəxsən mən saxlamaram. Yəni, sən saxla, o ayrı məsələdir. Amma fikir hamıya aid edilib və hamıya deyilir. Quyuya daş atmazlar da nəsihətamiz bir fikirdir, bu da ümumidir. Gərək kef çəkəsən də bir nəfərin fikridir, ümumi şəkildə ortaya qoyulur. Ona görə bunların hamısını biz ümumi şəxsi cümlə götürürük. Amma tələbi yadda saxlayaq, mübtəda olmamalıdır. Mübtəda varsa, sən artıq ona ümumi yox, müəyyən şəxsi deyəcəksən. Artıq orada fikrin hamıya aid olması rol oynamır. Burada bəzi çaşdırıcı cümlə tipləri də var. Məsələn, yol boyu ilana rast gəlirsən və ya yol boyu gələndə ilana rast gəlirsən cümləsi. İndi deyəcəksiniz ki, ay müəllim, bu nətər ümumi ola bilir? Axı, ilana rast gəlmənin hamıya aidiyyəti var. İndi ona görə də gəlin bunu izah edək sizə. Baxın, tutaq ki, bir yol var. Buradan tutaq ki, gedir məsələn məktəbə qədər. Hə, o yolda da ilanlar çoxdur. Mən də deyirəm ki, yol boyu gedəndə ilana rast gəlirsən orada. Deməli, istər mən o yoldan gedim, istər sən get, istər dünyanın hansı insanı gətir o yoldan getsin. Kim getsə, onun orada ilana rast gəlmə ehtimalı var. Və buna görə də fikir artıq hamıya aid olmuş olur. Və yaxud da ki, məsələn, deyirəm ki, dəniz kənarı yol ilə gedəndə gəmiyə rast gəlirsən. Hə, bu da ümumidir. Çünki kim dəniz kənarı yol ilə getsə, gəmiyə rast gələ bilər. Ona görə bu tipli cümləni yadda saxla, ümumi götürəcəksən. Və yaxud da qış fəslində soyuqdan dona bilərsən. Təbii ki, yəni bu ehtimal da hamının başına gələ bilər. Hamı qış fəslində soyuqdan dona bilər. İndi burada istisna bir məqam nədir? Əgər mən bu cümlənin qabağına bir xitab əlavə eləsəm, desəm ki, məsələn, ay Vaqif, qış fəslindən soyuqdan dona bilərsən. Hə, bu artıq ümumi olmur. Çünki artıq mənim nəzərdə tutduğum fikir hamıya aid olmadı. Mən Vaqifi nəzərdə tutub bunu deyirəm. Olarsan Vaqif əlini nazik geyinib deyə bunu deyirəm Vaqifə. Amma ümumi deyiləndə, testdə ümumi veriləndə sən bunu ümumi şəxsi cümləyə götürəcəksən. İndi burada sizi çaşdıracaq başqa bir məqam da var. Məsələn, yıxılan, ağlamaz tipli cümlələrimiz. Bax, ağlamaz kim? Yıxılan. İlk baxışdan bu fikir hamıya aiddir, elə deyilmi? Onsuz da bəli, yıxılan, ağlamaz bir atalar sözüdür. Amma burada sənin mübtədan var, yıxılan sözü və mübtəda olduğu üçün də mən sizə demişdim, mübtəda olanda fikir hamıya aid olsa belə mən ona artıq ümumi şəxsi cümlə demirəm, müəyyən şəxsi cümlə götürəcəyəm. Bir də burada sonuncu çaşdırıcı məqamda sizə deyim. Məsələn, bu cümləyə fikir verək. Gərək dərsi vaxtında oxuyaq. Bəli, burada mübtəda yoxdur, fikir də hamıya aiddir. Gərək dərsi vaxtında oxuyaq. Yəni, kim istəməz ki, dərsi vaxtında oxusun? Amma burada əsas məqam nədən ibarətdir? Biz demişik ki, ümumi şəxsi cümlənin xəbəri neçən şəxs orada olur? Üçüncü şəxsin cəmində, bir də ikinci şəxsin təkində olur, elə deyilmi? Amma gərək dərsi vaxtında oxuyaq cümləsi birinci şəxsin cəmindədir. Yəni, ümumi şəxsi cümlənin tələblərini ödəmir birinci şəxsdə olduğu üçün. Hə, belə cümlələrdə artıq sən bunu müəyyən götürəcəksən. Fikir hamıya aid olsa belə müəyyəndir. Çünki xəbər, dediyim kimi, fərqli şəxsdədir. Ona görə sən ümumi şəxsi cümləni yaxşı əzbərləmək istəyirsənsə, bir xəbərləri əzbərlə, iki mübtədaya fikir ver, üçdə fikrin hamıya aid olduğuna önəm verməlisən. İndi isə gəldik biz burada şəxsi cümləyə, sizin başınızın bəlası olan o cümlə tipi. Artıq din müəlliflər də bunu yaxşı bilirlər deyə, bu tipli cümlələrdən mövzulara çoxlu suallar tərtib edirlər. Şəxsi cümlə dediyimiz şeyin fəlsəfəsi nədir? Sənin şəxsi cümlə dediyin şeydə bir şəxs ümumiyyətlə təsəvvür oluna bilmir. Sən şəxsi ağılda belə gətirə bilmirsən. Məsələn, qeyri-müəyyən şəxsi cümlədə edə bilərsən. Deyirəm ki, evə getdilər. Mənim nəzərimdə ola bilsin ki, müəyyən şəxslər gedib və təsəvvürümə şəxs gəlir. Amma şəxsiz cümlədə işi icra prosesində işi icra edən şəxslər təsəvvürə gələ bilməz. Xəbərlə gedək. Bax, xəbər üçün təkində olur. Yəni, üçün cəmində ola bilmir. Buradan belə bir qayda çıxır. Səndən testdə şəxsiz cümləni soruşsa, xəbərdə lar şəkilçisi görsən, yəni üçün cəmini görsən, o variantı çıxmalısan. Çünki o sənin şəxsiz cümlə ola bilməz. Çünki üçün təkində olmalıdır.
və üçün təkində də şəxssiz feillərlə ifadə olunmalıdır. İkinci qayda, ismi xəbərli də ola bilər, üstə frazeoloji birləşmələrlə də ifadə oluna bilər. İndi bunlara nümunələri bir-bir sizə göstərəcəyəm. Bir də yadda saxlayaq ki, sən şəxssiz cümlədə mübtədanı təsəvvür belə edə bilmirsən. Bu o deməkdir ki, yəni şəxssiz cümlənin qabağına mübtəda artıra bilməzsən. Ona görə rahatlıqla cəhd edin. Bir cümlə şəxssizdirsə qabağına mübtəda artırmağa çalış. Artıra bildinsə şəxssiz deyil. Artıra bilmədinsə şəxssizdir. Gəl məsələn bu cümləyə fikir verək. Axşamdır cümləsi. Baxın, axşamdır cümləsinin qabağına mübtəda artıraq. Mənim artıra biləcəyim maksimumsuz bu ola bilər də. Məsələn, bugün axşamdır. Bugün axşamdır desəm, axşamdır xəbər olacaq. Bugün də olacaq sənin üçün zaman zərfliyi. Nə zaman axşamdır? Bugün. Mübtəda artırmaq olmadı. Deməli, bu şəxssiz cümlədir. Daha sonra məsələn, sən deyə bilməzsən artıq burada. Məsələn, Sənan axşamdır, Vaqif axşamdır. Elə bir şey alınmır axı. Maksimum Sənan, Vaqif orada xitab olacaq, mübtəda olmayacaq. Ona görə bu şəxssiz cümlə tipidir. Şəxssiz cümlənin testdə düşən tip versiyaları var. Mən onları sizə göstəreyim. Baxın. 1. Şəxssiz feillər. Baxıldı, icazə verildi. Mən bura yazmışam ən çox düşənləri. Baxıldı, icazə verildi, əməl edildi, təsadüf edilir. Bunlar əzbərləyin. Testdə çox düşür bunlar. Məsələn, Fatimənin getməyinə icazə verildi. İcazə verildi xəbər. Nəyə icazə verildi? Fatimənin getməyinə. Fatimənin getməyi də tamamlıq. Mübtəda artıra bilirsənmi? Yox, alınmayacaq. Çünki bu şəxssiz feildir deyə mübtəda tələb eləmir. Sonra, ikinci qayda. Bunları əzbərləyək, zəhmət olmasa. Sənin ondan xoşun gəlir cümləsinə fikir verək. Bax, xoşu gəlməyə frazeoloji birləşməsidir, acığı gəlməyə frazeoloji birləşməsidir, zəhləsi getməyə frazeoloji birləşməsidir. Yəni, ümumiyyətlə, frazeoloji birləşmənin birinci tərəfində mənsubiyyətin I şəklisini görürsənsə, avtomatik olaraq bu frazeoloji birləşməni xəbərdə görsən, şəxssiz cümlə götürəcəksən. Və çünki yenə də mübtəda artıra bilməzsən. Məsələn, sənin ondan xoşun gəlir cümləsinə deyəcəksin ki, mənim, axı burada sən var, o şəxs deyilmi? Bəli, formal olaraq cümləsin şəxs var. Amma axı, o şəxs müstəqil mübtəda rolunu icra edə bilmir. Ona görə mən ona şəxssiz cümlə demək zorundayım. Çünki mən bunu cümlə kimi təhlil etsəm belə olacaq. Xoşun gəlir frazeoloji birləşmə, xəbər kimi götürürük də indi. Sənin yiyəlik aldı. Bu yiyəlik al birləşib xoşun sözünə. Bu yiyəlik alda məsələn nəsə birləşəndə avtomatik bir yerdə götürülür. Ona görə sənin ondan xoşun gəlir, bir yerdə olacaq xəbər. İndi bu bir yerdə xəbər oldusa, mübtəda hanı? Yoxdur axı. Mübtəda da olmayanda mən bu cümləyə avtomatik olaraq şəxssiz cümlə deməliyəm. Yəni, sənin üçün ən rahat versiya burasındadır ki, bu frazeoloji birləşmələri əzbərə getsin. Daha sonra, üçüncü versiyada bu cümlə tipləridir. Məsələn, Səbinənin dərs oxuyan vaxtı idi. Burada da mən bunu cümlə üzvü kimi təhlil eləsəm, Səbinənin sözündəki yiyəlik alın in şəkilsi vaxtının mənsubiyyətinə qoşulur. Buradan bura Səbinənin vaxtı. Və o bir yerdə götürüldüyü üçün Səbinənin dərs oxuyan vaxtı idi, bir yerdə xəbər olur. Və bir yerdə xəbər olanda sən bu cümlənin əvvəlinə müstəqil mübtəda artıra bilmirsən. Səbinənin dərs oxuyan vaxtı idi. İndi artır qabağına bir şey. Maksimum zaman zərfli artıra bilərsən. Məsələn, bugün Səbinənin dərs oxuyan vaxtı idi. Amma mübtəda artırmaq olmur. Onun nəsihət eşidən dövrü idi. Bu da eyni bu formada təhlil olunur. Daha sonra, soyuq qış günlərindən biri idi. Təbiət hadisələri haqqında belə məlumatlar. Bu da şəxssiz cümlədir. Niyə? Bax, qış günlərindən biri idi xəbər olacaq, çünki birləşir bir-birinə, soyuqda təyin olacaq. Necə qış günü, soyuq qış günü. Mübtəda yenə də artıra bilmirsin. Ona görə də bu cümlə tiplərini, vaxtı idi, dövrü idi, biri idi, bu kimi cümlə tiplərini əzbərin ki, şəxsiz cümləni tapanda sizin işiniz kifayət qədər rahatlaşsın. İndi isə davam edək sizinlə adlıq cümləyə. Adlıq cümlədə yadda saxlayaq. Bu biraz sadə cümlə tipidir. Biz normalda bayaq keçdiyimiz 4 cümlə tipi mübtədaya görə, məsələn, xəbərə görə müəyyənləşdiririk. Amma adlıq cümlə mübtəda əsasında formalaşır. Və adlıq cümlənin xəbəri olmur. Yəni, sən orada xəbər yoxdursa, rahatlıqla biləcəksən adlıq cümlədir onsuz da. Əşyanın sadəcə adı çəkilir və onun haqqında məlumat verilir. Və daha çox belə cümlə tipləri bədii əsərlərdə özünü göstərir. Məsələn, remarkalarda ola bilər. Məsələn, cümləyə fikir verin. Gözəl Bakı, həzin səhər, səhərin soyuq şehi. Mən bunu dedim, amma heç birinin xəbəri şəkilçisi yoxdur. Heç birində cümlə tam olaraq sonlanmır. Bu cümlə tipi adlıq cümlədir artıq. Və eyni zamanda mən bu cümləni oxuyanda artıq mənim beynimdə başı haqqında məlumat, mənzərə yaranmış olur. Ya da məsələn, ikinci cümləyə fikir verək. İşə tələsən insanlar və tələsməyən mən. Burada da yenə adlıq cümlə, çünki xəbər yoxdur. İndi bizdə sual düşə bilər. Adlıq cümlədə yalnız mübtəda mı iştirak edir? Xeyr.
təyin də iştirak edə bilər. Məsələn, insanlar mübtəda, hansı insanlar? İşə tələsən insanlar. İşə tələsən təyin olacaq orada. Amma xəbər yoxdur. Bunu əzbərin getsin. Daha sonra deməli gələk sizinlə söz cümlə anlayışına son olaraq. Yadda saxlayaq ki, məsələn, indiyə kimi keçdiyimiz cümlənin şəxsə görə növləridir. Amma söz cümlə cümlənin şəxsə görə növləri sırasında deyil. Bu müstəqil bir cümlə tipidir və biz bunu müstəqil şəkildə izah edəcəyik sizə. Söz cümlə dediyimiz anlayış nədir? Mənim əlimdən ümumiyyətlə bu markerlər tez-tez düşür. Söz cümlə dediyimiz anlayış nədir? Yadda saxlayaq. Deməli, söz cümlə budur ki, bəzən biz bir insana sual veririk. O da bizə sırf köməksiz hissəsindən cavab verir. Əgər sırf köməksiz hissəsindən cavab verirsə, biz də bilirik ki, axı köməksiz hissələr məsələn əlbəttə, yox, şübhəsiz cümlə üzvü olmur. Hə, belə hallarda bu tipli cümlələrə biz deyəcəyik söz cümlə. Məsələn, yazıları yazmısan, əlbəttə. Bu sənin əlbəttən söz cümlədir. Bu hissə yox ha, verdiyin sual yox, ayrı məsələ. Bu cavabın sırf söz cümlə hesab olunacaq. Söz cümləni sən 3 dənə nitq hissəsi ilə formalaşdıra bilərsən. Bir, modal sözlərlə. Hansı modal sözlər? Əlbəttə, sözsüz, çox güman, bəlkə də. 2. Təsdiq və inkar ədatları ilə, hə, yox, bəli, xeyirlə. 3. də nidalarla, of, pəh və s. Məsələn, evə gedəcəksən, hə, Bakıya gələcəksən, yox. Bir gün dərs var, of deyirsən, o boş of da müstəqil söz cümlə hesab olunacaq. İndi yadda saxlayaq, burada istisna bəzi məqamlar var. Birinci məqam budur ki, sən söz cümlə və xitab və arasöz artıra bilərsən. Çünki xitabla arasöz cümlə üzvü hesab edilmədiyi üçün icazə var. Nümunə olaraq göstərim sizə. Məsələn, getmisən, yox dostum. Bu yox dostum bir yerdə söz cümlə ola bilər. Çünki dostum xitabdır, xitaba icazə var. Və yaxud da deyirsən ki, şübhəsiz ki, hə. Və bu şübhəsiz ki, arasözdür. Arasözdən sonra hə, məsələn, söz cümləli, avtomatik olaraq buna da icazə var. Amma sən bu xitab və ara sözdən əlavə bir cümlə üzvü artırsan. Məsələn, getmirsən, yox dostum, getməmişəm. Belə desən, getməmişəm. Bu artıq söz cümlə olmaqdan çıxır. Bu söz cümlə olmayacaq. Niyə olmayacaq? Çünki mən orada cümlə üzvü artırmışam. Söz cümlədə də cümlə üzvünə icazə verilmir. Sən maksimum bir modal söz, ədatı və nidabı artıra bilərsən. Bir də xitabla ara sözü artıra bilərsən ora. Başqa şey icazə yoxdur. Bu da söz cümlə haqqında son məlumatlardır. Testdə söz cümlədən bunlar mütləq düşür, yadda saxlayaq. Nə ilə ifadə olunduğu və nəyə icazə verildi. Sualınız olsa birdən verin. Yəni rəylərə yaza bilərsiniz. Nömrə qeyd eləmişik YouTube-un açıqlamasına, oraya yaza bilərsiniz. Videonu bəyənməyi, kanala abunə olmağı yaddan çıxarmayaq. Növbəti çəkilişlərdə görüşənədək özünüzə yaxşı baxın.